Mən Əsgərov Əli Qaraşeviç aprel ayının 26-sında Şüvəlanda, öz bağımda, dincələn ərəfədə özümü pis hiss etmə başladım. Və halım getdikcə pisləşdiyinə görə öz həyat yoldaşım Şəhla Əsgərova zəng edib, məni təcili surətdə gömrük xəstəxanasına çatdırılmağımı xahiş etdim. Çünki mən burada 2022-ci ildə Covid ərəfəsində pankreatitdən və Coviddən xəstə olduğuma görə müalicə almışdım. Və burada olan xidmətdən xəbərim var idi. Məni çatdırandan sonra halım həddindən artıq yüksək temperatur və təzyiqim çox yüksək idi. Ona görə bəzi məqamları indiki ana qədər yadımda deyil. Amma mən onu bilirəm ki, təcili yardım şöbəsinin işçilərinin səyi nəticəsində qısa bir müddətdə mən özümü normal hiss etməyə başladım və ondan sonra məni reanimasiya şöbəsinə təyin etdilər. 3 gün ərzində mən orada çox böyük diqqət, profesional bacarıq və həkimlərin səyini gördüm və bunun nəticəsində 3 gündən sonra məni ümumi palataya yazdılar. Mən bu xəstəxanada göstərilən xidmətə görə Tibb Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, baş həkim Bəxtiyar müəllimə və bütün həkim və tibbi personala öz dərin minnətdarlığımı bildirirəm. Çünki mən burada gördüyüm xidməti açıq şəkildə deyim ki, Avropa ölkələrində çalışdığıma görə yəni elə bir məqamlar olub ki, mən orada da tibbi xidmətdə müraciət etmişəm. Amma bu səviyyədə, bu cür təşkilatçılığı orada şahidi olmamışam. Bu əlbəttə ki, mən deyərdim ki, bugün burada gördüyümüz tibbi xidmət dünya miqyasında görülən xidmətlərin ən önəmli növlərindən biridir, ən önəmlərindən biridir. Ona görə də əlbəttə ki, nə qədər çox bu cür xəstəxanalarımız və bu cür xidmətimiz olsa, bu bizim ölkəmizin, həm də ki, bizim cənab prezidentimizin nailiyyəti və ölkəmizin nailiyyəti deməkdir. Ona görə yenə də sizə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allah hamınızı qorusun, əlləriniz var olsun.